Salyanda bir qrup sakin yaşadıkları ərazidən keçən avtomagistraldan piyada zolağının olmamasından şikayətlənir. Söhbət Salyan şəhərinin 400 nəfərdən çox sakini olan 20 yanvar küçəsindən gedir. Sakinlər deyir ki, yeni çəkilən avtomagistral onlar üçün böyük təhlükə mənbəyinə çevrilib. Belə ki, yolda piyada zolaqlarının olmaması burada yaşayan sakinlərin gediş-gəlişi üçün çətinliklər yaradır. Sakinləri narahat edən əsas məsələlərdən biri də yaxınlıqdakı məktəblə bağlıdır. Onlar bildirir ki, məhz piyada zolağının olmaması səbəbindən dəfələrlə məktəblilər təhlükə ilə üz-üzə qalıblar. Belə ki, yolun yaşayış masivindən keçən hissəsində sürət həddi nişanı qoyulsa da, sürücülərin çoxu buna əməl etmir. Qeyd edək ki, həmin yolun digər yaşayış masivlərində həm piyada zolaqları, həm də dayanacaqları mövcuddur. Sakinlər qeyd edir ki, bir neçə həftə bundan əvvəl elə bu ərazidə yoldan keçən piyadanı avtomobil vurub. Nəticədə piyada yerindəcə keçinib. Belə faciələrin təkrar yaşanmaması söz mövzusudur. Bizim sizdən xahişimiz, yuxarı instansiyalardan xahişimiz ondan ibarətdir ki, bu avtoyol çəkiləndən sonra biz çox böyük təhlükə qarşısında qalmışıq. Burada həddindən artıq yüksək sürət olduğuna görə uşaqlarımız üçün, nəvələrimiz üçün böyük təhlükə var. Biz yaşlı pensioner adamıq, yolu keçməyə çətinlik çəkirik. Kimsə bizi yoldan keçirtməlidir. Biz xahiş edirik ki, bura keçid zolağı qoyulmuş olsun. Problemin çözülməsi ilə bağlı Salyan rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən şifahi olaraq televiziyamıza bildirildi ki, sakinləri narahat edən problemin həlli istiqamətində aidiyyatı qurumlara müraciət ediləcək və məsələ tez bir zamanda öz həllini tapacaq. Günel Zülfüqarova, Səmil Quliyev bugün informasiya proqramı üçün.